insanların çoxusu bizə yazırlar, bizi tanımadan bizim haqqımızda yalan xəbərlər yazırlar, şərhlərdə yazırlar ki, siz sevginizdən deyil də, sanki düşünürlər ki, biz pula görə burada durub veriliş aparırıq, amma mənasını başa düşə bilmirlər. Yəni 2016-cı ildə mən bu dəvətə inandım və mən Allahı axtaran insanlardan biri idim. Yəni sizi kimi adi bir insanam. Yəni insanlar bəzən efirə çıxan insanlara biraz fərqli baxırlar, fərqli düşünürlər o insanlar haqqında. Yəni mən də sizin kimi məktəbə getmişəm, mən də tələbə olmuşam, mənim də özümün normal həyatım var və mən də sizin kimi arzularım, xəyallarım, istəklərim, yəni bu cür. Amma mənim içimdə Allaha olan sevgi dünyaya olan sevgidən daha çox idi. Və mən həqiqətin axtarışındaydım və mən bilmək istəyirdim ki, mən bu dünyada niyə varam? Mən bu dünyaya gəldim, oxudum, təhsil aldım, ailə həyatı qurdum, uşaqlarım oldu, uşaqlarımın ailəsi oldu, sonra müəyyən yaşa çatdım, qocaldım, sonra öldüm, getdim. Yəni bununla